belə topluluqlarda, belə yerlərdəmi, məsələn, Avropaya nəzər eləsək, Avropadamı xəyanət daha çoxdur, yoxsa İslamın, şəriətin tətbiq edildiyi yerlərdəmi, keçmişdəmi insanlar daha çox xəyanət ediblər? Təbii ki, Avropada. Niyə görə? Çünki insanı yaradan Allah onun nə ilə islah olacağını bilir. Şəriət hökm edilən keçmiş dönəmlərə baxsaq, oğurluq edən əli kəsildiyi zaman nə qədər insanların əli kəsilib ki? Yəni bir əlin barmaq sayısını keçməyəcək qədər. Bir şey əlavə edeyim müəllim, sözünüzə. O boyda Osmanlı dövründə, yəni Bəli. 1299-dan 1915-ə qədər səhv eləmirəmsə, bizdə də fəal kəsmə cəzası tətbiq olunub. Əhsən, yəni baxın, bu çox Təsəvvür bizə yaxın edirsiniz bir yəni? nümunədir. Yəni görürsüz, yəni insanlar bunu başa düşmələri gərəkir ki, əslində insanı yaradan kimdirsə, onun fitrətinə uyğun bir nizam əslində nazil edib ki, bu cəzalar olduğu zaman insan bu şeylərdən qaçacaq. Bu cəzalar olmasa, insanlar tutulacaqlar, içəridən oğru adı ilə çıxacaqlar. İnsanlar tutulacaqlar, bunu peşə eləyərək özlərinə çıxacaqlar. Bu günləri insanlar rahat şəkildə mən oğruyam deyə bilirlər və bu oğruluqları ilə fəxr eləyə bilirlər. Rütbədir. Rütbə, yəni bir yerlərinə oğru yaza bilirlər. Sən İslam şəriətinin tətbiq edildiyi yerdə üstünə oğru yazıb gəzə bilərsən? Mümkün deyil belə bir şey. Yəni dolayısıyla Allahın nazil etmiş olduğu şeylər sənə zahirən vəhşət kimi gəlsə də, həqiqətdə sənin malını qoruyur, sənin namusunu qoruyur, sənin övladını qoruyur, sənin əhlini, sənin ailəni qoruyur. İnsan bunu bu şəkildə baxdığı zaman həqiqətən anlayır ki, bizi yaradan kimdirsə, bizim həyatımıza ən gözəl qanunu qoyan da odur. Onun xaricində hara baş vursaq ki, zaten bu qanunlar da insanların, bəşərin ortaya çıxarmış olduğu qanunlar da sabit qalmır. Allahın bir dənə nazil etdiyi qanun var. O gündən qiyamət gününə qədər, o gündən Osmanlıya qədər hər zaman baxsaq görərik ki, xeyirdən başqa bizə bir şey gətirməyib. Amma bəşərin ortaya qoymuş olduğu şeylərə baxırsan ki, 2 il bir qanun sabit qalsa sevinirsən. 2 il. Yəni 3-cü ilə keçdiyini zaten görmək mümkün deyil. Bu da nəyi göstərir? Bəşərin insan olaraq ortaya qoymuş olduğu bir şey heç vaxt insanların islahı üçün bu gün 1 il deyirsən, sabah 3 gün deyirsən, 5 il deyirsən, 4 il deyirsən, nə bilim yüngül töhmət deyirsən, bir şeylər anlatırsan, bunlar heç birisi insanların islahı üçün ola biləcək şeylər deyil. İnsanı kim yaradıbsa, onun fitrətini bilən odur. Yəni bu ən uzun misallar Allaha aiddir. Bu Apple-ı gətirib mənim önümə qoyan şirkət kimdirsə, bunun içini də, bunun necə idarə edilməsini də, bunu necə şarj etməmiz gərəkdiyini də bizə bildirən odur. Qıraqdan gəlib birinin deməsi, onun deməsi kimi əsla əbədən ola bilməz. Yəni hər bir şeyin yaradıcısı, hər bir şeyin tənzimləyicisi kimdirsə, onun haqqında söz sahibi də odur, onun haqqında qanunu qoyan da odur, onun haqqında nizamı qoyan da odur. Buna tabe olunduğu zaman zaten rahat bir şəkildə görmək olur ki, insanın fitrəti də bunu istəyir, dediyim kimi. Sən bir uşağa təcavüz edən insanı gördüyün zaman özün istəmədən belə deyirsən ki, edam cəzası gəlsin. Özün istəmədən deyirsən ki, bu insan ömürlük həbs edilsin və s.